41-ci sual. A kiçikdir 0 olarsa ifadəsini sadələşdirin. Cüt dərəcələr olduqda, məsələn 8, burada da yazılmayan dərəcə bilir ki, ikinci dərəcədir. Biz bunları modulda çıxartmalıyıq, amma tək dərəcənin fərqi yoxdur. Çünki tək dərəcədən kökün altında həm mənfi, həm də müsbət ola bilər. Sıxısı modulda bərabərdir. 2 modulda A-dan 1 modulda A-nı çıxanda elə modulda A qalır, üzərinə gəl A. A-mız burada kiçik 0-dır, yəni moduldan mənfi A çıxır, üzərinə gəl A. Bunlar gedəcək islah, cavabımız qalacaq 0. 41-dən B bəndi. 42. A bərabərdir 3-cü dərəcədən 4. B bərabərdir 4-cü dərəcədən 6. C isə bərabərdir 13-cü dərəcədən 280. Bunların dərəcələri 3, 4, 12-dir. 3, 4, 12-yə əkub elə 13-ün özüdür. Hamısını 13-cü dərəcəyə tamamlayaq. Burada 4 yazmalıyım ki, 12 və 4 ixtisar gedəndə buradakı 3-cü dərəcə alınsın. 4-ün üzərində 4. Yəni 4-ü 4 dəfə öz-özünə vurmaq eləyir 256. Bərabərdir. Buradan bu qalsın yerində. Digər tərəfdən B-ni çevirək. 13-cü dərəcədən 6-nın üzərində 3 yazmalıyım ki, 12 və 3 ixtisar gedəndə buradakı 4 alınsın. 6-nı 3 dəfə öz-özünə vuranda isə 216 eləyir. Bunu isə saxladırıq, bunu dəymirik. Hamısının dərəcəsi 13-cü dərəcədən olduğuna görə artıq biz bunları müqayisə edə bilərik. Ən böyük 280-dir, daha sonra A-dır. Lap axırda da B. Yəni ən kiçiyimiz B-dir. C böyük A, böyük B. 42-də uyğun gəlir D bəndinə. 43-cü sualda. A bərabərdir 5-ci dərəcədən 6. B bərabərdir 3-cü dərəcədən 3. C isə bərabərdir 15-ci dərəcədən 250. 5, 3 və 15-ə əkub, yəni dərəcələri əkub elə 15-in özüdür. Hamısını 15-ə tamamlayaq. Burada 3 yazmalıyım ki, 5 və 3 ixtisar gedəndə 15 qalsın. Daha sonra burada 3-ün üstündə 5 yazmalıyam. 15 ilə 5 ixtisar gedəndə buradakı 3 alınsın. Bu isə olduğu kimi qalır yerində. 6-nı 3 dəfə öz-özünə vuranda 216 eləyir. 3-ü isə 5 dəfə öz-özünə vuranda 243. Müqayisə ilə ən böyümüz C-dir, sonra B-dir, daha sonra isə A. C böyük B, böyük A. 43-də D bəndi. 44-cü sualda. A kiçikdir 0 olarsa bizə belə bir ifadə verib sadələşdirməmizi istəyir. Buradan cüt dərəcələrdən moduldan çıxartmalıyıq. Tək dərəcənin dediyi fərqi yoxdur. Birincisi burada cüt dərəcədə modulda çıxır. İkincisi fərqi yoxdur, özü çıxacaq. Üçüncüsü yenə 4-cü dərəcədə modulda çıxır. Bu da fərqi yoxdur. Üstə gəlinsin. Bu da tək dərəcədə fərqi yoxdur. Daha sonra sonuncusu isə modulda çıxır. Bərabərdir. A-mız kiçik 0 olduğuna görə biz bu moduldan A-ların hamısının yerinə mənfi A yazacaq. Bu da mənfi A çıxılsın. Bu qalır yerində, bu da mənfi A. Yəni burada mənfi A-ların cəmidir. İndi burada düşünmək lazımdır ki, neçə ədəd mənfi A var. İkinci dərəcədə başlayır, 100-cü dərəcədə bitir. Yəni 2-dən 100-ə qədər olan ədədlərin sayını tapmalıyıq. Bu ədədlərin sayıdır. 100-dən 2-ni çıxıram, hər ikisi daxildir olduğuna görə. 100-dən 2-ni çıxır, üzərinə 1 gəlirəm. Bu da eləyir 99. Yəni bunun cavabı mənfi 99 A-ya bərabər olacaq. 44-dən olacaq D bəndi. 45-ci sualda. Belə bir bərabərsizlik verib bizə A hansı intervala daxildir? 3-cü dərəcədən 2, 6-cı dərəcədən A, daha sonra 2-ci dərəcədən 3. 3, 6 və 2-yə əkub elə 6-dır. Hamısını 6-cı dərəcəyə tamamlayaq. 6-cı dərəcədən 2-nin üstündə 2 olacaq. 6-cı dərəcədən A olacaq. Bu da 6-cı dərəcədən 3-ün üstündə 3 olacaq. Bu bizə verəcək 6-cı dərəcədən 4, 6-cı dərəcədən A qalır yerində. Bu isə bizə verəcək 6-cı dərəcədən 3-ün kubu 27. Hər üçü 6-cı dərəcədən olduğuna görə deməli A hansı ədədlərin arasında yerləşəcək? 4 və 27-nin.
45'te olacaq. Cavabımız C bəndi. 46. A çıxılsın 2-nin üzərində 3/1 və 7 çıxılsın A-nın üzərində -3/1 ifadələrinin mənası varsa A-nın ala biləcəyi qiymətlərin, tam qiymətlərin cəmini istəyir. Burada A çıxılsın 2 birincisində müsbət kəsir olduğuna görə böyük bərabərdir 0 olacaq. Yəni ancaq müsbət ədədlər ala bilər və 0 ala bilər. A böyük bərabərdir 2. Burada isə üzərində mənfi kəsir olduğuna görə 7 çıxılsın A böyük 0 olar. Yəni burada 0-ın üzərində hansısa bir mənfi kəsirin mənası yoxdur. Ona görə də burada daxil götürmürük. Mənfi A böyükdür mənfi 7-dən. Hər tərəfi mənfi 1-ə vursaq, A kiçikdir 7-dən. Bilirik ki, dəyişənin qarşısında mənfi olanda həmin mənfini itirmək üçün vurduğumuz ədədlər müsbətə çevrilir. Daha sonra böyükdür işarəsi də kiçikdir və ya da kiçikdir işarəsi də böyükdür işarəsindən əvəzlənir. Bu iki bərabərsin həllər aralığı 2-dən böyük bərabər 7-dən kiçik olacaq belə. A-nın ala biləcəyi tam qiymətlərin cəmini tapın. 2 üzərinə gəl 3, 4, 5 və 6. Bu ədədlərin cəmi də bizə verəcək 20. 46-da D. 47. 2, burada da 7 üzərinə gəl. 4 kök altında 3. Çıxız üstə gəl. 7 çıx kök altında 3. Bərabərdir. 7 üzərinə gəl. 4 kök altında 3'ü biz 2 üstə gəl kök altında 3'ün kvadratı kimi yaza bilərik. Yəni bunu açanda 2'nin kvadratı 4. Kök altında 3'ün kvadratı 3 eləyir. 4 və 3 toplayanda 7. 2 kök altında 3'ü 2'ye vuranda ise 4 kök altında 3 eləyir. Daha sonra bu kökdən özü çıxacaq kvadrat olduğuna görə 2 üstə gəl kök altında 3. Kökün biri itdi. Daha sonra 2'ni həm 2'ye həm də kök altında 3'ə vururuq. 4 üzərinə gəl 2 kök altında 3 olur. Üstə gəl 7 çıx kök altında 3. Bu isə 4 üzərinə gəl 2 kök altında 3 isə kök altında 3 üstə gəlsin 1'in kvadratıdır. Bunu açanda yuxarıdakı düstur verir. Yuxarıdakı ifadə verir. Bərabərdir. Kvadratdan özü çıxacaq kökdən. Kvadrat olduğuna görə kökdən özü çıxacaq. Kök altında 3 üstə gəl 1. Üstə gəl davamında olduğu kimi yazırıq. Bunlar gedir islah. 7'nin də üstünə 1 gələndə cavabımız bizə verəcək 8. 47'den cevap olacaq A bəndi. 48. 3-cü dərəcədən bizə 2 ifadənin cəmin verib kök altında. Bunu biz hansısa bir adəd ilə əvəzləyək. Daha sonra hər iki tərəfi həm sağ həm sol tərəfi kuba yüksəldir. Niyə kuba yüksəldirik? Çünki burada 3-cü dərəcə olduğuna görə. Kublar düsturundan istifadə edib açırıq. Kubu, birincinin kubu üstə gəl. 3 vurulsun. Birincinin kvadratı vurulsun. İkinci üstə gəlsin. 3 vur. Birinci vur. İkincinin kvadratı. Birinci vur. İkincinin kvadratı. Daha sonra üstə gəl. İkincinin kubu. Yəni 3. 3-cü dərəcədən kök altında 2 çıx. Kök altında 5'in kubu. Bərabərdir A kub. Bu kublar ixtisar gedir. 2 üstə gəlsin. Kök altında 5 qalır. Yəni bu 3-lə 3-cü qüvvətlə 3-cü dərəcə ixtisar gedir. Daha sonra burada da həmçinin. Bunlar getdi, qalır, üstə gəl. 2 çıx kök altında 5. Üstə gəl. İndi bu iki ifadə qaldı. Bundan bu. Bunları da görək necə sadələşdirək. Hər ikisi 3-cü dərəcədən olduğuna görə, burada da həmçinin hər ikisi 3-cü dərəcədən olduğuna görə biz burada bunları bir dənə kökdə yaza bilərik. Yəni 3 vurulsun 3-cü dərəcədən
2 üstə kök altında 5'in kvadratı vurulsun 2 çıx kök altında 5. Həmçinin digərində 3 vurulsun 3'ün zərəzidən 2 üstə kök altında 5. 2 çıx kök altında 5'in kvadratı. Bu ikisi islah gedər. Mənfi və 5 və müsbət 5'lər gedər islah. Qalar 2 ilə 2'ni toplayanda 4 üstə gəlsin. 3'ün zərəzidən 3 vurulsun 3'ün zərəzidən. Burada 2 üstəgəl 5'in kvadratı və 2 çıxılsın 2 üstəgəl kök altında 5'in kvadratı 2 çıxılsın kök altında 5 var. Bunu belə yazaq. 2 üstəgəl kök altında 5 vurulsun 2 çıx kök altında 5. Yəni kvadratı 2 dənə mötərizəyə ayırdım. Yəni bunu baxın. Bir dənə burada yazdım, bir dənə də burada yazdım. Burada yazmaqda məqsəd nədir? 2 üstəgəl kök altına 5, 2 çıxılsın kök altına 5'dən düstur alınır. Yəni a kvadrat çıxılsın b kvadratın açılışıdır bu. Digər tərəfi də eyni qayda ilə yazırıq. Burada isə 2 üstə kök altında 5, 2 çıxılsın kök altında 5'in kvadratı var. Onu 2 dəfə yazacağım. Bərabərdir a-nın kubuna. 3 vurulsun 3'ün zərəcidən. Bu bizə verir a kvadrat çıxılsın b kvadrat. 2'nin kvadratı bizə nə verəcək? 4. Kök altında 5'in kvadratı isə 5 verir. 4'dən çıxanda 5'i -1. Yəni mənfi qalır mötərizənin qarşısında. Bunu yazıram. 2 üstəgəl kök altında 5. Üstə gəlsin. 3 vur 3'ün zərəcidən. Burada da həmçinin. Bu ikisinin a üstəgəl b a çıxılsın b-nin açılışıdır. 2'nin kvadratı 4 eləyir. Kök altında 5'in kvadratı 5 eləyir. 4'dən çıxanda 5'i -1 vurulsun. 2 çıx kök altında 5'ə. Bərabərdir a-nın kubu. Daha sonra -1, əslində bunda -1 vurulsun yazaq, bunda -1 vurulsun yazaq. -1'in kubundan, yəni 3'ün zərəzindən -1 çıxır. O zaman çıxardaq. Mənfini çıxartdığımıza görə qarşıdakı müsbət mənfi olacaq. Olacaq 3, 3'ün zərəzidən bunu 2 üstəgəl kök altında 5 qalır. Burada da həmçinin -1, 3'ün zərəzindən -1 çıxır. Buradakı müsbət mənfi olur. 3'ün zərəzidən bu özü qalır. Bərabərdir a-nın kubu. 4 çıxılsın. -3'ü çıxarsaq mötərizə xaricinə. İçəridə qalar 3'ün zərəzidən 2 üstəgəl kök altında 5. Üstə gəlsin. Qarşıda mənfi olduğuna görə bura üstə gəlmə olur. 3'ün zərəzidən 2 çıx kök altında 5. Bərabərdir a-nın kubuna. Biz bu ifadəni nə ilə ifadə etmişdik? Əvəz etmişdik. Yuxarıda a ilə əvəz etmişdik. Deməli, onda bunun yerinə a yazıram. Yəni 4 çıxılsın 3a bərabərdir a-nın kubuna. Sadələşdirdik, belə bir ifadə aldıq. İndi biz əgər a-nı tapsaq, bu ifadənin, bizə verilən ifadənin qiymətini tapmış olaraq. 4 bərabərdir yazaq. 3a -3'ı keçirdirik sağ tərəf. Üstə gəlsin a-nın kubu. Və bu misal yalnız və yalnız seçmə üsulu ilə həll olunur. Yəni bunun başqa yolu yoxdur. A-ya elə bir qiymət verməli ki 4 alınsın. O da ancaq a-nın bir qiymətində ödənir. Yəni 4 bərabərdir 3 vur 1. Üstə gəl 1'in kubu. 3'ün 1'ə vuranda 3 eləyər. 1'in kubu da 1 eləyər. 4 bərabər 4. Yəni sağ tərəflə sol tərəf eyni anında. Deməli a bərabərdir 1 qiymətində ödəndiyinə görə bu ifadənin də qiyməti olacaq 1. 48'də C bəndi. Bu çətin misaldır və həmçinin də görürsüz çox vaxt aparan misaldır. Keçək 49-cu suala. Bu sualda bizə kəsr üslü qüvvətlər verib. Gəlin o kəsr üslü qüvvətləri kökaltı kimi yazaq. Bu 2'də 1'dir, yəni kök altında 3 olacaq. Üstə gəl. Bu 6'da 1'dir, 6'nın zərəzindən kök altında 3 olacaq. Bu 3'də 1'dir, 3'ün zərəzidən 3 olacaq. Üstə gəlsin 1, çıx 1. Daha sonra 6'da 1'i 6'nın zərəzidən 3, kök altında üstə gəl 1 çıxılsın. Bu da 3'də 1'dir, 3'ün zərəzidən kök altında 3 yazmaq olar. İndi bunu sadələşdirək. Buradan hər ikisini 6'nın zərəcəyə gətirsək, 6'nın zərəcədən 3'ün
kvadratı olar. Üstəgəl 6-cı dərəcədən kök altında 3. Bunu da 6-cı dərəcəyə gətirsək 6-cı dərəcədən 3-ün kvadratı olar. Burada daha doğrusu kubu. Çünki 6 ilə 3 ixtisar gedəndə buradakı 2 alınsın deyə. Üstəgəl 1 çıxılsın 1. Qalanın hələ ki olduğu kimi saxladıq. Daha sonra 6-cı dərəcədən 3-ün kubu 6-cı dərəcədən 3. Burada 6-cı dərəcədən 3 ortaq vuruqdur. Kök altda 3 ortaq vuruqdur. Mötərizə xaricinə çıxa bilər. O zaman içəridə qalacaq. Buradan 3-ü götürsək 3-ün kvadratı qalar. Çünki kub da üstündə. Üstəgəl buradan elə 1 qalar. Çünki özünü çıxartmışıq mötərizə xaricinə. Məxrəcdə isə 6-cı dərəcədən 3-ün kvadratı. Üstəgəl 1 çıxılsın 1. 6-cı dərəcədən kök altına üstəgəl 1 çıxılsın 3-cü dərəcədən kök altında 3. Baxın, bu iki ifadə eyni ifadədir. Bundan bu. Bu getdi ixtisar. Qaldı. 6-cı dərəcədən kök altında 3 çıx 1 vurulsun. 6-cı dərəcədən kök altında 3 üstəgəl 1 çıxılsın 3-cü dərəcədən kök altında 3. Bu da A çıxılsın B, A üstəgəlsin B-nin açılış düsturudur. Yəni 6-cı dərəcədən kök altında 3-ün kvadratı çıxılsın 1-in kvadratı çıxılsın 3-cü dərəcədən kök altında 3. Bu da 6 və 2 ixtisar gedər. Burada qalar 3-cü dərəcədən 3 çıxılsın 1-in kvadratı 1 verir. Çıxılsın 3-cü dərəcədən 3. 3-cü dərəcədən 3 1 mənfi 1 müsbətdir. Getdi bunlar islah. Cavabımız qalacaq təkcə mənfi 1. 49-da olacaq C bəndi. 50-ci sual. X, Y, Z həqiqi ədədlər üçün belə bir ifadə verir və bunların cəmi 0 olarsa, X, Y, Z ifadəsinin qiymətini tapın. Əgər ayrı-ayrı kökaltı ifadələr cəmləri 0-dırsa, deməli bu köklərin özləri də 0-dır. Yəni 4-cü dərəcədən 3Z çıxılsın 9 da 0-dır. 6-cı dərəcədən 2x üzərinə gəl 3Z çıxılsın 11 də 0-dır. Həmçinin kök altında bu yazılmayan dərəcələr 2-ci dərəcədir. 2-ci dərəcədən 5y çıxılsın 7z üstəgəl x bərabər bu da 0-dır. O zaman biz bunların hamısını məsələn hər iki tərəfi 4-cü dərəcəyə yüksəltsək kök itəcək. Qalacaq 3z çıxılsın 9. 0-ın da üstünə 4 ilə 0 verdiyinə görə 0 yazıram. Burada da hər ikisini 6-cı dərəcəyə yüksəltsəm 2x üstəgəl 3z çıxılsın 11. 0-ın da üstündə 6-cı dərəcə yenə 0-dır. Buradan da 5y çıxılsın 7 z üstəgəl x 0 kvadrata yüksəltsəm bu da 0 verir. Daha sonra buradan z taparam. 3z bərabər 9-a, z tapmaq üçün 9-u 3-ə bölürəm, 3 edir. Sonra gətirib burada yerinə qoyuruq. 2x üstəgəl 9 çıxılsın 11 bərabər 0-a, 2x bərabərdir. 9-dan çıxanda 11-i bizə verir mənfi 2. Mənfi 2 keçir sağ tərəfə, müsbət 2 olur. X bərabər 2-ni 2-yə bölündə 1. Z-in 3, x-in 1 qiymətini bildik. Gətirib burada yerinə qoysaq, y-i tapa bilərik. 5y çıxılsın, z-in qiyməti 3-dür. 3, 7, 21, üstəgəl x-in qiyməti də 1-dir. Bərabər 0-a, 5y bərabərdir. Mənfi 21 üstünə 1 gəldi, mənfi 20. Mənfi 20 keçir sağ tərəfə, müsbət 20 olur. O zaman y bərabərdir. 20-ni 5-ə böləndə 4. Bizdən x üstəgəl, y üstəgəl z qiymətini istəyir. X-in qiymətini 1 tapdıq. Y-in qiymətini burada 4 tapdıq. Z-in qiymətini isə 3. Və bunları da toplayanda bizə verəcək cavabımız 8. 50-dən D bəndi. 51. A-nın hansı ən kiçik natural qiymətində ifadənin mənası var. Burada demişik ki, bundan əvvəlki misalda izah elədik. Üstündə mənfi kəsirdirsə, mənfi kəsir olanda sadəcə böyük 0 götürür. Çünki 0-ın üstündə mənfi ədədin mənası, mənfi kəsirin mənası yoxdur. Buradan indi biz köklərini tapaq. Köklərinin cəmi A1 üstəgəlsin A2 7-dir. Köklərin hasili isə mənfi 8-dir. Bu da hansı ədədlər ola bilər? A1, A2 bərabərdir. 8 və mənfi 1 ola bilər. Yəni A çıx 8, A üstəgəlsin 1, böyük 0 olmalıdır. Bərabərsizliyi həll etmək üçün mənfi 1 və 8 arasında qiymət verək. 8-dən sağ tərəfə 9 versək, ifadə, bu da müsbət, bu da müsbət. Bu müsbət alınır. Mənfi 1-dən 8 arasında məsələn 0 versək, bu mənfi alınır, bu müsbət alınır. Mənfini müsbətə vuranda mənfi eləyir. Mənfi 1-dən sağ tərəfə mənfi 2 versək, bu ifadənin qiyməti mənfi, bunda mənfi alınır. Mənfini mənfiyə vuranda müsbət eləyir.
Bizə böyük sıfırlar lazımdır. Deməli, baxın bu aralıqlar. Yəni, mənfi sonsuzluqdan mənfi 1-ə qədər birləşir 8-dən müsbət sonsuzluğa qədər olur A-nın qiymətləri. Bizdən soruşur ki, A-nın hansı ən kiçik natural qiyməti? Natural deyirsə, artıq biz bu aralığı götürmürük, bu aralıqla istifadə edəcəyik. 8-dən müsbət sonsuzluğa qədər olan ədədlərin içərisində də ən kiçik natural ədəd 9-dur. Yəni, 51-də cavabımız olacaq 9. 52. Həmin tipdə sualda yenə A kvadrat üstə gəl 2A çıxılsın 15-i böyük 0 götürmək lazımdır. Köklərinin cəmi A1 üstə gəl A2 mənfi 2, A1, A2 isə bərabər mənfi 15. Bu çevrilmiş kvadrat tənliyi olduğuna görə Viet teoreminə yazıram. Siz əgər tapmaqda çətinlik çəkirsə, diskriminantla da kökləri tapa bilərsiniz. Buradan köklərimiz olacaq. Vuranda mənfi 15, toplayanda mənfi 2 alınan ədədlər mənfi 5 və 3-dür. Yəni, bərabərsizliyimiz A üstə gəlsin 5, A çıxılsın 3-ün hasili şəklində də böyükdür 0. İndi mənfi 5 və 3 aralığında qiymət verək. 3-dən sağ tərəfə 4 versək, bu da müsbət alınır. Müsbəti müsbətə vuranda müsbət. Mənfi 5 və 3 aralığında 0 versək, müsbət, bu isə mənfi alınır. Müsbəti mənfiyə vuranda mənfi. Mənfi 5-dən sol tərəfdə məsələn mənfi 6 qiyməti versək deyəndə, yəni gətirib həmin qiyməti yerinə qoyub yoxlayırıq. Mənfi 6 verəndə bu da mənfi alınır, bu da mənfi alınır. Mənfini mənfiyə vuranda müsbət. Bizə böyük sıfırlar lazımdır, yəni bu 2 aralıq lazımdır. Mənfi sonsuzluqdan mənfi 5-ə qədər birləşir 3-dən müsbət sonsuzluğa qədər. İndi şərti oxuyuruq. A-nın hansı ən kiçik natural deyir? Natural deyirsə bu aralığı istifadə eləməyəcək. Bu aralığı istifadə eləməliyik. 3-dən müsbət sonsuzluğa qədər olan ədədlərin içərisində də ən kiçik natural ədəd 4-dür. 52-də cavabımız olacaq 4. 53-cü sualda. 4-cü zərbədən A çıx 4-dür. A çıxılsın 3-ün üstünə 4, 3-ün zərbədən 2A çıxılsın 1-in üstünə 3-dür, 2 çıxılsın A-nın üstünə 2-dir. Bax, burada yer dəyişikdir. Yəni, 2 çıxılsın A böyük bərabər 0 olmalıdır. Çünki altı ifadə həmişə böyük bərabər 0 olur axı. Bunu da nə üçün yazırıq? A çıxılsın 3 birinci A gəlib, burada da birinci A gəlib. Niyə burada birinci ədəd yazıb, sonra A yazıblar? Yəni, əsas şərt burada gizlidir, onun üçün. O zaman biz şərt hansı kökdə gizlidirsə, onu götürüb böyük bərabər 0 edib həll edirik. Mənfi A böyük bərabərdir. 2 keçir sağ tərəfə mənfi 2 olur. Hər tərəfi mənfi 1-ə vursam, ədədlər müsbətə çevriləcək. Bu da olacaq kiçik bərabər 2. Yəni A şərti kiçik bərabər 2-dir. Cüt dərəcə olduğuna görə buradan modulda A çıxılsın 3 çıxır. 3-cü dərəcə tək dərəcə olanda demişik fərq eləmir. Ədədinin özü çıxır. Buradan da ki sonuncusunu modulla da yaza bilərsiniz, modulsuz da yaza bilərsiniz. Çünki artıq biz şərti almışıq. Gəlin modulda yazaq. Yəni fərqi yoxdur. Bunu modulsuz da yazmaq olar sonuncunu. Çünki artıq şərtin nə olduğunu bilirik. A-mız kiçik bərabər 2-dir. Yəni 2-dən kiçik ədəd bura verəndə bu ifadənin qiyməti mənfi alınır. Modulun içərisində mənfi alındığına görə 3 çıxılsın A çıxacaq buradan. Üstə gəl 2 çıxılsın 1. Buradan da elə 2 çıxılsın A. Çünki bunun ifadəsini artıq biz böyük bərabər 0 götürmüşük axı. İndi baxaq, mənfi A ilə mənfi A-nı toplayanda müsbət mənfi 2 A eləyir. Buradakı müsbət 2 A ilə bunlar 3-ü getdi islah. 3-dən çıxanda 1-i 2, buradakı 2 ilə toplayanda cavabımız bizə verəcək 4. 53-də açıq sualda bu da 4 olacaq cavabımız. 54. Burada da A çıx 4 kvadrat, 2A çıxılsın 5, burada 3 çıxılsın A yazıblar. Deməli, şərt burada gizlidir. 3 çıxılsın A böyük bərabər 0 yazıram. Mənfi A böyük bərabər mənfi 3-dən. A kiçik bərabərdir 3. Şərtimiz oldu bu. Yəni A-mız 3-dən kiçik bərabər ədəddir. Buradan modulda çıxardırıq. Tək dərəcə fərq eləmir. Özü çıxacaq tək dərəcədən ədəd. Burada da fərq eləmir. Bayaqki misalı bunu 53 modulda yazıq. Gəlin bunu ne modulsuz yazaq. Çünki artıq mən bunun böyük bərabər 0 olduğunu bilirəm. Özü çıxmalıdır yəni. A-mız kiçik bərabər 3 olduğuna görə məsələn 3 qiymətini gətirib bura yerinə qoyanda mənfi ədəd alınır. Mənfidən də mənfi olduğuna görə moduldan 4 çıxılsın A çıxacaq. Üstə gəl 2 A çıx 5, üstə gəl 3 çıxılsın A. Mənfi A və mənfi A-nı toplayanda mənfi 2 A, buradakı müsbət 2 A ilə getdi islah.
4-dən çıxanda 5-i -1, -1-in üstünə 3 gələndə müsbət 2. 54-də cavabımız olacaq 2. 55. Həndəsi ortanı istəyir bizdən. Həndəsi ortanın düsturunu xatırlayaq. Məsələn, A və B ədədləri bizə verilirsə, onların həndəsi ortası A vurulsun B-li kök altında. O zaman kök altında yazırıq və bunları bir-birinə vururuq. Bu ədədlər özləri də kökdədir. Yəni, ona diqqət etmək lazımdır. Kök altında vurulsun. Kök altında bir dəfədə 19 üstəgə 4-ün üzərindən 15. Daha doğrusu 4 kök altında 15. Bu ikisi eyni dərəcə, ikinci dərəcədən olduğuna görə, baxın, burada da ikinci dərəcə, burada da ikinci dərəcə. Biz onları birdən kökdə yaza bilərik. 19 çıx 4 kök altında 15 vurulsun. 19 üstəgə 4 kök altında 15. Daha sonra bu düstur, bu iki kökün arasında ədəd olmadığına görə köklərin dərəcələrini bir-birinə vurur. Burada da 2-dir, burada da 2. 2-ni 2-yə vuranda 4-cü dərəcədən. Daha sonra bu A çıxılsın B, A üstə gəlsin B-nin açılış düsturudur. Yəni 19-un kvadratı çıxılsın 4 kök altında 15-in kvadratı. 19-un kvadratı bizə verir. 19 19-a vuranda 361 çıxılsın. 4 kök altında 15-in kvadratı isə bizə verir. 4-ün kvadratı 16. Kök altında 15-in kvadratı isə 15. 16-nı heç 15-ə vuranda 240. 4-ün dərəcəni 361-dən 240 çıxanda isə 121 eləyir. 121 bilir ki 11-in kvadratıdır. Burada 4 və 2, 2 ixtisar gedir, 2 qalır. Yəni ikinci dərəcədən 11. Bu da ikinci dərəcə yazılmır adətən. Kök altında 11 olur cavabımız. 56. İfadənin qiymətini tapmamızı istəyir. 5-ci dərəcədən kök altında. Burada sayırıq. 1, 2, 3, 4, 5. 5 ədəd 25-in üstündə 7-ci dərəcə var. Daha sonra 3-cü dərəcədən 6 çıxılsın 1. Burada isə 3-cü dərəcədən 36 6-nın kvadratıdır. 6-nın kvadratı kimi yazıram. 3-cü dərəcədən 6 üstəlik gəlsin 1 bərabərdir. 5-ci dərəcədən 5 vurulsun. 25 5-in üstündə 2-dir. Həmin o 2-ni də 7-yə vuranda 5-in üstü 14 eləyər. Və əsas məsələ, məxrəcə baxırıq ki, 2 vuruq var və vuruğun birində 2 hədd, digərində 3 hədd var. Yəni tez ağlımıza bu formada olanda tez ağlımıza kublar düsturu gəlsin və həqiqətən də kubların açılışıdır. Baxın, birincinin kvadratı var, ikincinin kvadratı var və bunların hasili var. O zaman 3-cü dərəcədən 6-nın kubu çıxılsın 1-in kubunun açılışını yazıblar burada. 5-ci dərəcədən 5-in üstündə burada 1-dir. 1 və 14-ü toplayanda eləyəcək 15. 3-cü dərəcədən 6 isə burada 3-lər ixtisar gedir 6 qalır. 1-in də kubu elə 1 eləyir. Daha sonra 15 və 5 ixtisar gedir 3 qalır. Kökün altında qaldığına görə yəni ixtisar gedəndən sonra qalınan ədəd. O zaman biz bunu köksüz yazmalıyıq. 5-in kubu 6-dan 1 çıxanda isə 5. Yəni 5-in üstündə 1 alınıb da buradan. Böləndə isə üstlər çıxılır. 3-dən 1 çıxanda 2 eləyər. 5-in kvadratı isə cavabı bizə verəcək 25. 57. Dördüncü dərəcədən 125 5-in kubudur. 5-in kubu kimi yazaq, vurulsun. 3-cü dərəcədən 25 5-in kvadratıdır. Bunu 5-in kvadratı kimi yazaq, bölünsün. 6-cı dərəcədən 25 5-in kvadratıdır, vurulsun. 5-in kubu var, bir dənə kök altında 5 var. Bərabərdir. 4-cü dərəcədən yazırıq. 5-in kubu bu kökün altına daxil eləmək istəsək, onda bu 3-cü dərəcə daxil. 5-in kubu 3-cü dərəcədən, yəni qüvvətinə də 3 yazırıq, kök altına daxil edirik. Burada hansı dərəcə varsa, həmin dərəcənin yazmaq lazımdır ədədin üzərinə, qüvvəti kimi. Bu qalır yerində, bölünsün 6-cı dərəcədən. Bunları toplayanda vurmalar toplama deməkdir. Yəni vuranda üstlər toplanır, 2-nin üstünə çıxanda 5 eləyir. Kök altında 5 bərabərdir.
Daha sonra bu iki kökün arasında ədəd olmadığına görə dərəcələrin bir-birinə vurarıq. 4-ü 3-ə vurarıq 12. Bir dənə kök düzəltdik. 5'in üstündə 3, bunun üstündə 3, 5'in üstündə 3, 3'ə vuranda 9. Vurulsun 5'in kvadratı. Bölünsün 6-cı dərəcədən. 5'in üstünə 5'i bu kökün içərisinə salmalıyıq. Burada yazılmayan dərəcə bilik 2-ci dərəcədir. Yəni 5'in üstündə 5, üzərində 2 kimi kök altına girəcək. 5'in üstündə 5, bir dənə üzərində 2. Vurulsun buradakı 5. Bərabərdir. 12-ci dərəcədən burada üstləri toplayırıq. Hər ikisi 5 olduğuna görə 9 və 2'ni toplayanda 11. Bölünsün. İki kökün arasında ədəd olmadığına görə kökün dərəcələrini bir-birinə vura bilərəm. 6'nı 2'yə vururam 12. Daha sonra 5'in üstündə 5'i 2'yə vururam 10. Vurulsun buradakı 5. Bərabərdir. 12-ci dərəcədən 5'in üstündə 11 bölünsün. 13-cü dərəcədən yenə də 5'in üstündə 10 və burada 1 var. Toplayanda 11 eləyir. Eyni ədəd alındı. Deməli, eyni ədədi bir-birinə böləndə də cavabımız eləyəcək 1. Keçək 58-ə. 58 də bunun tipdə olan bir sualdır. 64 hamısını gəlin 4-lərlə ifadə eləyək. Əslində 2 ilə ifadə eləyə bilərik. Amma 4 ilə də ifadə eləmək olar. Çünki hamısından elə 4'ün qüvvətləri var burada. 64 4'ün kubudur, vurulsun. 3-cü dərəcədən 16 4'ün kvadratıdır. Bölünsün. 16 4'ün kvadratıdır. 4'ün kubun olduğu kimi saxladırıq. Vurulsun kök altına 4'ü qalır. Daha sonra bu 4'ün üstünü 4'ün kubun bu kök altına daxil eləmək istəyirəm. Üzərində 3-cü dərəcə yazmalıyam. Çünki burada dərəcə 3'dür. Yəni 4'ün kubu üzərində də 3. Vurulsun buradakı 4'ün kvadratına. Bunları toplayıram. Üstlərin 2'nin üstünü çıxardıram 5. Vurulsun kök altında 4. Daha sonra bu iki kökün arasında ədəd olmadığına görə biz onların dərəcələrini bir-birinə vura bilərik. 4'ü 3'ə vururam 12. Daha sonra 4'ün üzərində 3'ün üstündə 3 var. 3'ü 3'ə vuranda 9 vur 4'ün kvadratı bölünsün. 6-cı dərəcədən bu 4'ün üstündən 5'i bu kökə salmalıyam. Buradakı dərəcə 2'dir. Yəni 4'ün üzərində 5 və onun üzərində 2 kimi kök altına girəcək. Vurulsun buradakı 4. Bərabərdir. 13-cü dərəcədən buradakı 4'lərin üstünü toplayıram. 9'un üstünə 2 gələndə 11. Bölünsün 6-cı dərəcədən. Və bu iki kökün arasında ədəd olmadığına görə dərəcələri bir-birinə vura bilərəm. 2'ni 6'ya vururam 12-ci dərəcə. Kök altında. Bu 4'dür. Burada biraz qarantı düşdü. 4'ün üstündə 5, onun üstündə 2'dir. 5'i 2'yə vururam. 10 vurulsun 4. Bərabərdir. 12-ci dərəcədən 4'ün üstündə 11 bölünsün. 12-ci dərəcədən 4'ün üstündə burada yazılmır. Qüvvətli 1 deməkdir. 10 və 1'i toplayanda 11. Yenə eyni ədəd alındı. 13-cü dərəcədən 4'ün üstündə 11 və 13-cü dərəcədən 4'ün üstündə 11. Bunları da bir-birinə böləndə cavabımız bizə verəcək 1. 59. İfadənin qiymətini tapmamızı istəyir. Burada 6-cı dərəcədir, bu 2-ci dərəcədir, bu isə 3-cü dərəcədir. Gəlin bunların hamısının dərəcəsini 6-cı dərəcə ilə və bir dənə kökə salaq. 6-cı dərəcədən 4 çıx kök altında 15 bu qalır yerində. Bunu 6-cı dərəcədən yazsam, o zaman 4 çıxılsın kök altında 15'in üstünə 3 yazmalıyam ki, 6 və 3 ixtisar gedəndə burada 2-ci dərəcə alınsın, vurulsun. 6-cı dərəcədən 4 üstə gəlsin kök altında 15. Bunun isə üzərinə 2 yazmalıyam ki, 6 və 2 ixtisar gedəndə buradakı 3 alınsın. Artıq hamısının dərəcəsi 6-cı dərəcə olduğuna görə bir dənə kökdə yazmaq olar. Buradakı sürəti olduğu kimi yazıram. Məxrəzdə 4 çıxılsın kök altında 15'in kubu, sürətdə isə 4 üstə gəl kök altında 15'in kvadratı. Bərabərdir. 6-cı dərəcədən burada 4 çıxılsın kök altında 15 və məxrəzdə isə 4 çıxılsın kök altında 15'in kubu var. Bunlar ixtisar gedər. Kubdan bir dənə azalar, kvadrat olar. Yəni qüvvətindən bir dənə azalar.
4 çox kök altının 15'in kvadratı. 4 üstə kök altının 15'in kvadratı. Bərabərdir. 6-cı dərəcədən hər iki ifadənin, yəni vurmanın üstündə kvadrat olduğuna görə bunu sadələşdirib belə yazmaq olar. 4 çıxılsın kök altında 15 vurulsun 4 üstə kök altında 15'in üstündə 2. Bu düstur isə bizə a kvadrat çıxılsın b kvadratın açılış düsturudur. Yəni 4'ün kvadratı çıxılsın kök altında 15'in kvadratı. Bunun üzərində kvadrat. Buradakı kvadrat. Bərabərdir. Yəni 6-cı dərəcədən 4'ün kvadratı bizə verir 16. Kök altında 15'in kvadratı isə bizə verir 15. Bunun üstündə kvadrat var. 6-cı dərəcədən 1. 16'dan 15 çıxanda 1 eləyir. 1'in kvadratı ilə 1. 1'i 1'ə böləndə 1 eləyir. 6-cı dərəcədən 1'in isə cavabı bizə verəcək 1. 59'da cavabımız oldu 1. 60-cı sual. Bərabərliklər üçün uyğunluğu müəyyən edin. 1'ə baxaq. 4-cü dərəcədən A-nın üzərində 4'dən cüt dərəcə olduğuna görə modulda A çıxmalıdır. Və modulda A-da bizə verib A. Bu nə vaxt mümkündür? 1, 2, 3'də. Modulda A nə vaxt A-nın özünə bərabər olar? Yalnız A müsbət ədəd olanda və 0-dan böyük olanda. Yəni A böyük bərabərdir 0. 0-dan müsbət sonsuzluğa doğru. 1'də olacaq. Cevap C bəndə. İkincisində. 3-cü dərəcədən A-nın kubu. Bu fərq eləmir. Burada elə A-nın özü çıxmalıdır. A-nın özü çıxmalıdır. A yazıram. Bizə cavab nə verib? Mənfi A. A nə vaxt mənfi A-ya bərabər ola bilər? Yalnız bir halda. A bərabərdir 0 halında. Yəni 0 olsa 0 mənfisi və müsbəti yoxdur axı. Ona görə də ancaq 0 halında mümkündür. 60'da 2'də olur B bəndi. Üçüncüsündə yenə cüt dərəcədir. Cüt dərəcə olduğuna görə bərabərdir. Modulda A çıxır. Burada isə modulda A bizə veriblər. Nəyə bərabərdir? Mənfi A-ya bərabərdir. Bu da ancaq A kiçik bərabər 0 halında mümkündür. Çünki A mənfi ədəd olmalıdır ki, mənfi qarşıdakı mənfiyə vuranda müsbət ədəd alınsın. Çünki modullar həmişə müsbət çıxır. Bu da olacaq mənfi sonsuzluqdan 0'a doğru. 3'də də olacaq. Cavabımız D bəndi. Altmış bir. Birincisində 5-ci dərəcədən A-nın üzərində 5. Burada tək dərəcə olduğuna görə elə A çıxmalıdır. Bizə cavabı veriblər mənfi A. A nə vaxt mənfi A-ya bərabər ola bilər? Yalnız bir halda. A bərabərdir 0 olanda. Deməli 1'ə uyğun gəlir B bəndi. İkincisində yenə 3-cü dərəcədən A-nın üzərində 3 verib bərabərdir A. Daha doğrusu bundan 3-cü dərəcədən A-nın üstündə 3'dən A çıxır. Cavabı bizə A verib. A bərabərdir A. Buradan aldı. Bizə cavab verib A. A bərabərdir A. A-ya nə vaxt bərabər olar? Bütün qiymətlərində. Yəni mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Yəni sağ tərəf sol tərəfə bərabər olması üçün bütün qiymətlər burada ala bilər. Burada da olacaq A-nın istənilən qiymətində. 2'yə gedəcək A bəndə. Üçüncüsündə 4-cü dərəcədən A-nın üzərində 4 verib. Burada modulda A çıxmalıdır. Modulda A bərabərdir. Cavabımız bizə verir mənfi A. Modulda A mənfi A-ya nə vaxt bərabər olur? A-nın ancaq mənfi qiymətlərində. Yəni kiçik bərabər 0 qiymətlərində. Mənfi sonsuzdan 0'a qədər 0'ın özü də ola bilər. 3'də də cavabımız olacaq D bəndi. 62. Burada biz sağ tərəfdə verilən ədədlərin dərəcələrini bərabərləşdirib müqayisə etməliyik. A-da x bərabərdir 3 kök altında 3-cü dərəcədən kök altında 2. Y isə bərabərdir kök altında 3. Bunun dərəcəsi 3'dür, bunun dərəcəsi 2'dir. 6-cı dərəcəyə gətirsək bunu, bu olacaq 2'nin üstündə 2. Bu isə olacaq 6-cı dərəcədən 3'ün üstündə 3. 6-cı dərəcədən 4, bu isə olar 6-cı dərəcədən kök altında 27. Hər ikisinin dərəcəsi eyni olduğuna görə buradan deməli
Y x-dan böyükdür. Y-in x-dan böyük olması bu uyğun gələcək 2-yə. Deməli 2-yə yazacağıq A bəndi. B-ni yoxlayaq. X bərabərdir 3-ün üzəricidən 4. Y isə bərabərdir 4-ün üzəricidən 3. Bunların dərəcələrinə 4 və 3-ə əkab 12 olduğuna görə 12-nin üzəricidən 4-ün üstündə 4 yazırıq. Burada isə 12-nin üzəricidən 3-ün üstündə 3 yazırıq. Bunu hesablamağa ehtiyac yoxdur, amma hesablamaq da olar. 4-ün üstündə 4, 256 verir, yəni 4-ü öz-özünə. 4-ü 4 dəfə öz-özünə vuranda, 3-ü isə 3 dəfə öz-özünə vuranda 27. 256 27-dən böyük olduğuna görə x böyükdür y. 1-ə uyğun gələcək B bəndi. C-ni yoxlayaq. X bərabər kök altında 5 və y bərabər 4-ün üzəricidən kök altında 25. Bu kök altına 5-ə dəyməyək. 25-i yazaq 5-in kvadratı kimi. Daha sonra bu 4 və 2 ixtisar getsə, burada qalacaq 2-nin üzəricidən. Yəni ixtisar gedir 2 qalır. 2-nin üzəricidən 5. 2-nin üzəricidən 5 deyil, kök altında 5-dir. Kök altında 5, kök altında 5 bir-birinə bərabərdir. O zaman bərabərdir 3-dədir. 3-ə yazırıq C. D-ni yoxlayaq. 3-cü dərəcədən kök altında 3. Daha sonra 5-in dərəcədən kök altında 5. 3 və 5-ə dərəcələr əkab 15-dir. 15-in dərəcədən 3-ün üstündə 5 yazırıq. Burada da 15-in dərəcədən 5-in üstündə 3 yazırıq. 15-in dərəcədən 3-ü 3 dəfə öz-özünə vuranda, 3-ü 5 dəfə öz-özünə vuranda 243 eləyər. 5-i isə 3 dəfə öz-özünə vuranda 125. Yəni buradan biz nə alırıq? X 243, bu da 125. X y-dən böyükdür. 1-ə uyğun gələr, həm də D bəndi. X-in y-dən böyük olduğu hal 1-dədir. 1-ə uyğun gələcək D. Sonuncu E-ni də yoxlayaq. E-ni ilə buradan yoxlayıram. 4-cü dərəcədən kök altında 8, y isə bərabərdir 8-in dərəcədən kök altında 64. Bu 4-cü dərəcə qalsın. Bunu ixtisar aparaq. Bunu ixtisar apararıq dərəcəsini. 64 8-in kvadratıdır. 8 və 2 burada ixtisar getsə 4-cü dərəcə qalır. Yəni 4-cü dərəcədən kök altında 8. Hər ikisində 4-cü dərəcədən kök altında 8 alındığına görə x y-ə bərabərdir. Bu da 3-ə bərabər halı 3-dədir. 3-ə həm də uyğun gələcək E bəndi. Deməli 62-də oldu 1-ə B-dir, 2-yə A, 3-ə isə C, E bəndləri. 63. Yenə hamısını bir-bir yoxlamaq lazımdır. X bərabər kök altında 2, y isə bərabər 7-in dərəcədən kök altında 7. Bunun dərəcəsi 2-dir. 2 və 7-yə əkab 14-dür. 14-cü dərəcəyə hamısını tamamlayaq. 2-nin üstündə 7 yazmalıyım ki, 14 ilə 7 ixtisar gedəndə buradakı 2 alınsın. Burada isə 14, 7-nin kvadratı. 2-ni 4 dəfə, daha doğrusu 7 dəfə öz-özünə vuranda 128 eləyər. 7-nin kvadratı isə eləyir 49. Təbii ki, 128 49-dan böyükdür. Hər ikisi 14-cü dərəcədən olduğuna görə rahat müqayisə eləyə bilərik. X böyükdür y. 1-ə uyğun gələcək A bəndi. B-ni yoxlayaq. X bərabər 4-cü dərəcədən 6. Y bərabər 8-ci dərəcədən 36. Bunu belə yazaq. 36-nı yazaq 6-nın kvadratı kimi. 8 və 2-ni 2-yə ixtisar aparsaq 4 qalır. 4-cü dərəcədən 6. Bu da x də eyni alındı. Yəni x y-ə bərabərdir. Bu 3-ə uyğun gələcək. 3-ə yazacaq B. C-yə baxaq. X bərabər 5-ci dərəcədən 3. Y isə bərabər 3-cü dərəcədən 5. Təbii ki, bunu təxmini olaraq dərəcələri bərabərləşdirməmiş də tapmaq olar, amma qayda olaraq deyirəm ki, dəqiq yadınızda qalsın. 5 və 3-ə əkab 15-dir. 3-ün üstündə 3 yazmalıyıq. Burada da 15-in dərəcədən 5-in üstündə 5 yazmalıyıq. Vurmaya ehtiyac yoxdur burada. Vurub da tapa bilərik, ehtiyac yoxdur amma. Çünki 3-ü 3 dəfə öz-özünə vuranda daha kiçik alınır. Bu isə 5-i 5 dəfə öz-özünə vurmaqdır.
Yəni x kiçikdir y-dan və yaxud da y böyükdür x-dan. 2-yə uyğun gələcək c. D-ni də yoxlayaq. D də kök altında 2-dir. Y isə 6-cı dərəcədən kök altında 64-dür. Kök altında 64-ü biz 2-nin üstündə 6 kimi yaza bilərik. Çünki 2-ni 6 dəfə öz-özünə vuranda 64 eləyər. Buradakı bu dərəcə ilə bu 6 ixtisar gedər. Tam ixtisar getdiyi üçün cavabımız ilə 2 qalır. X kök altında 2 oldu. Y isə 2 oldu. Təbii ki 2 kök altında 2-dən böyükdür. Yəni y x-dan daha böyükdür. 2-yə uyğun gələcək D. E-ni də buradan yoxlayıram. E bəndin. Kök altında 4-cü dərəcədən 5-dir. Y isə kök altında 3-cü dərəcədən 3-dür. 3 və 4-ə küp 12-dir. 12-ci dərəcədən 5-in üstündə 3 yazmalıyam. Burası 13-cü dərəcədən 3-ün üstündə 4 yazmalıyam. Bu 5-in kubu bizə 125 verir. 3 isə 4 dəfə öz-özünə vuranda 81 verir. Yəni x y-dan böyükdür. 1-ə həm də uyğun gələcək E bəndi. Burada hesablamaya ehtiyac yoxdur. 5-in kubu 125 eləyir. Bu isə 3-ün 4 dəfə öz-özünə vuranda 81. 125 81-dən böyük olduğuna görə x də y-dan böyük olacaq. 53-də 1-ə AE, 2-yə C-dir, 3-ə isə B bəndləri. B bəndi uyğun gəlir. 64-cü sualda. Yenə uyğunluğu müəyyən edin. Bu A çıxılsın 1. Üstündə müsbət kəsr olduğuna görə böyük bərabər 0 olmalıdır. A böyük bərabər 1. Yəni 1-dən müsbət sonsuzluğa doğru 1 daxil. 1-ə uyğun gələcək B bəndi. Daha sonra yazıblar ki, A-nın ən kiçik tam qiyməti 1-dir. Bəli, 1 daxil olduğuna görə həm də E bəndi uyğun gələcək. İkincisində mənfi kəsr olduğuna görə bu sadəcə böyük 0 götürmək lazımdır. A böyükdür 1, bu da olur 1-dən müsbət sonsuzluğa doğru C bəndi. Ən kiçik qiymət isə 2-dir. Yəni burada 1 daxil olmadığına görə 2-ni götürürük. D. 3-ə də təbii ki A bəndi bir dənə qaldı. A-nı da yox, 3-ü də yoxlayaq. 3 isə kök altındadır. Kök altında özdə buraya yazıblar 3-cü dərəcə. Biz də bilirik ki, tək dərəcədən olanda kök altı ifadə bütün qiymətləri ala bilir. Yəni həm mənfi qiymət, həm müsbət qiymət, həm də 0 qiymətini ala bilir. O zaman A həm mənfi sonsuzdan müsbət sonsuzluğa qədər bütün qiymətləri ala bilərsə, A-nın istənilən qiymətinin mənası var. Variantını 3-ə uyğunlaşdırıb yazırıq. 65. Burada yenə üstündə kəsirdir. Kəsr olanda, müsbət kəsr olanda böyük bərabər 0 eləyirik. A böyük bərabər mənfi 2 olur. Mənfi 2-dən müsbət sonsuzluğa doğru mənfi 2 daxil. 1-ə gedir E bəndi. Daha sonra ən kiçik qiyməti isə mənfi 2-dir. Həm də A-nı götürürük 1-ə. Çünki burada ən kiçik A-nın qiyməti mənfi 2-dir. Daxil olduğuna görə. İkincisində isə mənfi kəsr olduğuna görə sadəcə böyük 0 götürürük. A böyükdür mənfi 2. A-nın qiyməti olur mənfi 2-dən müsbət sonsuzluğa doğru. D bəndi və burada A-nın ən kiçik tam qiyməti isə mənfi 1-dir. Bu aralıqda ən kiçik tam qiymət mənfi 1 olduğuna görə C-ni yazırıq. 3-ə də uyğun gələcək B bəndi təbii ki. 3-ü də yazaq. Burada da yenə kök altıdır və 5-ci dərəcə tək dərəcədir. Tək dərəcə olduğuna görə kök altında demişik ki, həm mənfi ola bilər, həm müsbət ola bilər. Ümumiyyətlə bütün tək dərəcələrə aiddir. Həm də 0 ola bilər. O zaman A burada qiymət alır. Mənfi sonsuzdan müsbət sonsuzluğa qədər bütün qiymətləri götürmək olar. Bu da uyğun gəlir A-nın istənilən qiymətində mənası var variantına. 1-ə EA, 2-yə DC, 3-ə isə B variantı uyğun gəldi. 66. A bərabərdir. Burada 4-cü dərəcədən kök altında da qüvvət 4 yazıblar. Modulda 2 çıxılsın, kök altında 5 çıxır. Daha sonra 2-nin kvadratı 4 eləyir. Yəni 2 ədədi kök altından 5 ədədindən kiçikdir. Mənfi, yəni bu ifadənin qiyməti mənfi alınır. Mənfi alındığına görə kök altında 5 çıxılsın 2 çıxacaq moduldan. Daha sonra kök altında 5-dən təqribi olaraq kök nə çıxacaq? 2,2. Çünki 2,2-nin kvadratı 4,84 eləyir.
və o da kök altda 5-ə yaxındır. Təqribi olaraq 2,2 yazırıq. Çıxılsın 2. 2,2-dən 2 çıxanda isə bizə cavab verəcək 0,2. A-nın qiyməti oldu 0,1 də, yəni 0,2. 0,2 hansı aralıqda yerləşir? 0 və 1-in arasında. 1-ə uyğun gələcək C bəndi. Tam hissəsi də 0-dır. O variantda uyğun gəlmədiyi üçün onu yazmırıq. İkincisində tək dərəcə olduğuna görə elə ədədin özünü çıxartmaq lazımdır, modulsuz. Yenə də kök altında 5-dən təqribi 2,2 çıxır. 2-dən çıxanda 2,2-nin mənfi 0,2. Təqribi götürək buradan. Bu da təqribi. Mənfi 0,2 hansı ədədlər arasında yerləşir? Mənfi 1 və 0-ın arasında B bəndi uyğundur. Daha sonra burada baxaq tam hissəsi nədir? Mənfi 0,2-nin tam hissəsini yazmaq üçün biz bunu yazmalıyıq. Mənfi 1 üstə gəlsin 0,8. Yəni tam hissəsi mənfi 1-dir. Uyğun gəlir E bəndi. 3-ü də yoxlayaq. Kök altında 3 və burada kök altında 15 var. 15-in vuruğunun içərisində kök altında 3 olduğu üçün kök altında 3-ü mötərizə xaricinə çıxardıram. 1 üstə gəl kök altında 5 qalar. Daha sonra kök altında 12-ni də biz kök altında 3 vurulsun kök altında 4 kimi yaza bilərik. Bu kök altında 3-lər ixtisar gedər. Burada qalar 1 üstə gəl kök altında 5. 4-dən isə kök çıxır 2. Daha sonra təqribi qiymət hesablamaq lazım gəlirsə. Kök altında 5-dən təqribi 2,2 çıxır. Bölünsün 2. 1-in üstünə 2,2 gələndə bizə verir 3,2. Bölünsün 2. Təqribi yazaq. Yenə bərabər çaşa bərabər yazıram. 3,2-ni 2-yə böləndə təqribi olaraq 1,6. 1,6 hansı aralığa düşür? 1 və 2 aralığına. 3-ə uyğun gəlir A bəndi. Həm də bunun biz tam və kəsir hissəni cəmi şəklində yazsaq 1 üstə gəl 0,6 yazarıq. Tam hissəsi də olar 1. Həm də D bəndi uyğun gəlir. 1-ə C, 2-yə BE, 3-ə isə A və D bəndləri uyğun gəldi. Keçək 67-ci suala. 67-ci sualda elə bundan demək olar ki, oxşar tipdə olan sualdır. A bərabərdir. Tək dərəcə olduğuna görə elə özünü çıxardırıq kökdən. Kök altında 7-dən təqribi olaraq kök 2,6 çıxır. Çünki 2,6-nı 2,6-ya vuranda altdan 176 eləyir. O da 7-yə yaxındır. Yəni kökü elə təqribi ədəd çıxartmalıyıq ki, o kök altına 7-ni, yəni kök altında olan ədədi aşmasın. 2,6 çıxılsın yazırıq 3. 2,6-dan çıxanda təqribi yenə yazaq. Mənfi 0,4 eləyir. Mənfi 0,4-ün isə tam hissəsi və kəsir hissəsi cəmi şəklində yazsaq, mənfi 1 üstə gəl 0,6 yazmalıyıq. Və burada mənfi 0,4 mənfi 1 və 0-ın arasında yerləşir. 1-ə gedir B, tam hissəsi mənfi 1-dir. Həm də gedir A. İkincisində cüt dərəcə olduğuna görə A bərabər modulda çıxardırıq. Daha sonra 3-ün kvadratı 9 eləyər. Kök altında 9. Yəni 3-ün yerinə kök altında 9 yazsam 7 9-dan kiçik olduğuna görə bu ifadənin qiyməti mənfidir. O zaman biz bunu 3 çıxılsın kök altında 7 formasında moduldan çıxartmalıyıq. Yenə təqribi qiymət 3 çıxılsın 2,6. 3-dən 2,6 çıxanda təqribi eləyir 0,4. 0,4-də 1 və 0-ın arasında yerləşər. 2-yə uyğun gələr C. Tam hissəsi 0-dır. Elə bir variant olmadığına görə onu ötürürük. Üçüncüsündə kök altdan 7 və kök altda 35-dən ortaq vuruq bizə kök altında 7-dir. Mötərizə xaricinə çıxarsaq 1 üstə gəl kök altda 5 qalar. Kök altında 28 isə kök altdan 7 vur, kök altda 4 kimi yazmaq olar. Bu kök altda 7-lər ixtisar gedər. 1 üstə gəl kök altında 5, kök altda 4-dən isə 2 çıxır. 1-dən də təqribi 5-dən də demişik ki, təqribi 2,2 çıxır, bölünsün 2. 3,2 bölünsün 2. Bu da eləyir 1,6. 1,6 1 və 2-nin arasına düşür. 3-ə uyğun gəlir E. Tam hissəsi isə 1,6-nı biz 1 üstə gəl 0,6 kimi yaza bilərik. 1-in də üstünə 0,6 gəlmək demək. Yəni tam hissəsi 1-dir, kəsir hissəsi 0,6-dır. Həm də uyğun gələcək 3-ə D bəndi. 1-ə BA, 2-yə C, 3-ə E D bəndləri uyğun gəlir.
68. Bizə şərt verib. A kiçik 0, B də böyük 0. Yəni A mənfi ədəddir, B-miz isə müsbət ədəddir. Birincisində cüt dərəcə olduğuna görə biz bunu moduldan çıxartmalıyıq. A çıxılsın B. Tək dərəcə olanda fərq eləmir. 8B-nin kubundan 2B çıxır 3-cü dərəcədən. Bu da cüt dərəcə olduğuna görə yenə modulda çıxardırıq. Bərabərdir. A mənfi ədəddir, B müsbət ədəddir. Yəni A tutaq ki, verək mənfi 1, B-yə verək müsbət 1. Mənfi 1 çıxılsın 1. Bunun cavabı mənfi alınır. Modulun cavabı mənfi alınanda işarələr əksinə dəyişmiş formada çıxır. Yəni B çıxılsın A çıxır. A'mız kiçik 0 olduğuna görə buradan da elə mənfi A çıxacaq. B ilə 2B-ni toplayanda 3B, mənfi A çıxılsın A, bu da mənfi 2A verir. 3B çıxılsın 2A. 1-ə D bəndi. İkincisində tək dərəcə olduğuna görə fərq eləmir. Elə özü çıxacaq. Üstə gəl. 16B-nin üstə 4. Cüt dərəcə olduğuna görə bu 4-cü dərəcədən 2B çıxır. Üstə gəl. Bu da tək dərəcədə özü çıxacaq. Daha sonra B-miz böyük 0-dır. B-miz böyük 0 olduğuna görə elə moduldan özü çıxacaq. Müsbət olduğu üçün. 2B-dən çıxaran B-ni. B verər. A ilə də A-nı toplayanda 2A. B üzərinə gəl 2A. Uyğun gəlir A bəndinə. Üçüncüsündə cüt dərəcədə modulda çıxmalıdır. B çıxılsın A. Üstə gəl. Tək dərəcədir. Özü çıxacaq. 32A-nın üstündə 5. 5-ci dərəcədən 2A çıxır. Bu da cüt dərəcədir. Modulda çıxacaq 2B. Bərabərdir. Bu ifadənin qiyməti baha görə müsbət alınır, yoxsa mənfi. A böyük 0-dır. Məsələn, daha doğrusu B böyük 0-dır. B-yə məsələn 2 qiyməti verək. A-ya verək mənfi 1 qiyməti. 2 çıxılsın mənfi 1. Bu bizə müsbət 3 verir. Yəni bu ifadə müsbətdir. Müsbət alındığına görə moduldan özü çıxır. Üstə gəl 2A, 2B. B böyük 0 olduğuna görə burada da moduldan özü çıxır. B və 2B-ni toplayanda 3B. Mənfi A-nın üstünə 2A gələndə müsbət A. Bu da uyğun gələcək E bəndin. 68-də 1-ə oldu. D bəndi, 2-yə A, 3-ə isə E bəndi. 69. B kiçik 0-dır. A isə böyük 0-dır. Cüt dərəcə olduğuna görə modulda yazmaq lazımdır. Çıxılsın. Tək dərəcə fərq eləmir. 3-cü dərəcədir. 3-cü dərəcədən 8B-nin kubundan 2B çıxır. Çıxılsın. Cüt dərəcədə modulda yazıram. 1, 2 və 3-cü. Bu ifadəyə görə müsbət alınır, yoxsa mənfi alınır. B-miz mənfi 0-dır, A-mız böyük B-miz kiçik 0-dır, A-mız böyük 0-dır. Yəni A müsbət ədəddir, B mənfi ədəddir. Məsələn, 2 qiymətini yazaq. 2, burada mənfi 1 verir. 2 çıxılsın mənfi 1, 2 üstə gəlsin 1 deməkdir. Deməli, bu müsbətdir. Müsbət olduğuna görə özü çıxacaq moduldan. A-mız böyük 0 olduğuna görə elə buradan da özü çıxacaq. A ilə A gedir islah, mənfi B çıxılsın 2B, mənfi 3B. 1-ə C bəndi. İkincisində tək dərəcə olduğuna görə moduldan özü çıxır. Çıxılsın. Cüt dərəcə olduğuna görə 4-cü dərəcədən 16B-nin üstə 4-dən 2B çıxır modulda. Tək dərəcədə fərqi yoxdur burada. Daha sonra A çıxılsın B. B-miz mənfi olduğuna görə 2B-dən modulda 2B-dən mənfi 2B çıxır. Qarşıdakı mənfi ilə bir-birini müsbət eləyirlər. Yəni işarəmiz müsbət olur, çıxılsın A. A ilə mənfi islah getdi. 2B-dən B çıxanda isə B eləyər. 2-yə D bəndi. 3-ü də yoxlayaq. Yenə cüt dərəcədir. O zaman B çıxılsın A modulda yazmaq lazımdır. Tək dərəcədə fərqi yoxdur. 5-ci dərəcədən 32A-nın üstünə 5-dən 2A çıxır. Burada da sonuncusunda cüt dərəcədə yenə kök altında 4B kvadratdan modulda 2B çıxır. Bərabərdir. B-yə məsələn kiçik 0 daxil hansısa bir mənfi 1 verək. A-ya verək müsbət 1. Mənfi 1 çıxılsın 1. Bu bizə mənfi verir. Mənfi verdiyinə görə modulun içərisi işarələr dəyişilmiş formada çıxır. Yəni A çıxılsın B çıxır moduldan. Çıx 2A-nı saxladırıq. 2B-dən B-miz kiçik 0 olduğuna görə mənfi 2B çıxır. Qarşıdakı mənfi ilə müsbət 2B eləyir.
Buradan da cavabımız bizə nə verəcək? 2B-dən çıxanda B-ni B. Daha sonra A çıxılsın 2A isə A verir. B çıxılsın A. 1-ə C, 2-yə D, 3-ə isə E bəndi uyğun gəldi. Və sonuncu 70-ci sual. Baxaq hansıları uyğundular. Ümumiyyətlə A-nın üstündə mənfi kəsirin nə vaxt mənası yoxdur? A 0 olanda 3 uyğun gəlir E bəndi. Birbaşa bunu yazmaq olar. Və D bəndinə baxaq. A-nın üstündə altda 1 yazıblar, kiçikdir 0. A-nın üzərində fərqi yoxdur. Bu kəsirdə olsa, natural ədəddə olsa, hansısa bir kəsir olan da heç vaxt mənfi olmaz da. Yəni 0-dan kiçik ədəd alınmaz. Deməli D bəndi heç birinə uyğun gəlməyəcək. E bəndini də uyğunlaşdırdıq. Qaldı A, B, C bəndləri. İndi bunlara baxırıq. Kök altında 3-cü dərəcə, kök altında 4-cü dərəcədən nə vaxt böyük olar? O vaxt böyük olar ki, bunlar natural ədəd olsun. Yəni 55. 2-yə uyğun gələcək A bəndi. Daha sonra bir də burada C bəndinə baxaq. A-nın üzərində altda 1, yəni 6-cı dərəcədəndir. Böyükdür. Bu da A-nın üzərində 7-də 1, yəni 7-ci dərəcədən. Bu da nə vaxt olur? Elə birinciyə oxşuyur da. Burada verilən bizə A-ya oxşuyur. C ilə A oxşardılar. 6-cı dərəcədən 6-cı dərəcə 7-ci dərəcədən nə vaxt böyük olur? Natural ədəd olanda. Yəni 55. Bunlar əslində ikisi də eynidirlər. O zaman 2-yə həm də uyğun gələcək C bəndi. B-yə baxaq. A-nın üzərində 3 yazıblar. Böyükdür. A-nın üzərində 4-dən. Bunlar köksüzdürlər, yəni natural ədəddilər də 3 və 4. Bu nə vaxt böyük ola bilər? Ancaq məsələn natural ədəd qoysam bura 55-in üstündə 3, 55-in üstündə 4. Bu şərt ödənər? Əlbəttə ki, ödənməz. Çünki 55-i 3 dəfə öz-özünə vuranda 55-i 5 dəfə öz-özünə vurmadan alınan cavabdan kiçik ədəd alınmaz. Daha doğrusu böyük ədəd alınmaz, kiçik ədəd alınır. O zaman A burada kəsirdir. Yəni 0,3-ün üstündə 3 böyükdür 0,3-ün üstündə 4-dən. Bu da uyğun gəlir. 1-ə də yazacaq B bəndi. Yəni ancaq kəsir olsa, kəsir olanda daha az qüvvət böyük olmalıdır. Amma natural ədəd olanda isə heç böyük qüvvət digərindən böyük olacaq. Yəni özündən kiçikdən böyük olmalıdır. 70-də uyğun gəldi. 1-ə B, 2-yə AC, 3-ə də E bəndi.